Əlbəttə, 24 may üçün bürclərin proqnozunu istədiyiniz kimi, bürc dövrlərini yazmadan təqdim edirəm. Qoç, bugün şəxsi həyatınıza fokuslanmaq istəyəcəksiniz. Yeni qərarlar almaq arzusu yarana bilər. Emosional dəyişkənliklər mümkündür, lakin soyuqqanlı davranmaq sizin xeyrinizə olacaq. Məsləhət, tələsmədən qərar verin. Buğa, gününüz həm çətinliklər, həm də gözəl anlarla keçə bilər. İnsanlarla ünsiyyət bir qədər gərgin ola bilər. Tanış və öhdəsindən gələ bildiyiniz işlərə yönəlin. Məsləhət, özünüzdən çox şey gözləməyin, dincəlməyə də vaxt ayırın. Sizi maraqlı imkanlar gözləyir. Uğur sizin tərəfinizdə olacaq, amma çalışmağınız şərtdir. Yeni biliklərə açıq olun. Qeyri-adi məlumatlara diqqət yetirin, gələcəkdə sizə lazım olacaq. Səhər saatlarında əhvalınız dəyişkən ola bilər. Bəzi işləri təxirə salmaq lazım gələ bilər. Yeni layihələrə başlamaq üçün uyğun zaman deyil. Məsləhət, rutin işlərə yönəlin və sakitliyi qoruyun. Enerjili və yaradıcı bir gün sizi gözləyir. Yeni ideyaları həyata keçirmək üçün əla zamandır. Ətrafınızdakilərlə açıq danışın. Daxili gücünüzə inanın. Detallara diqqət yetirmək uğur gətirə bilər. Planlı olmaq həm işdə, həm də şəxsi münasibətlərdə sizə fayda verəcək. Məsləhət, sağlamlığınızı unutmayın. İstirahət vacibdir. Tərəzi köhnə vərdişləri yenidən gözdən keçirməyin vaxtıdır. Həyatınızda dəyişiklik etmək üçün doğru zamandır. Məsləhət, kiçik addımlarla başlayın, amma başlayın. Əqrəb, duyğularınız bugün güclü təsir göstərə bilər. Sakit qərarlar verməyə çalışın. Ətrafınızdakilərlə açıq ünsiyyət qurun. Məsləhət, iç dünyanızı anlamağa çalışın. Oxatan yeni biliklərə açıq olun və səyahətlə bağlı planlar qurun. İntuisiyanız bugün güclüdür. Məsləhət, fürsətləri dəyərləndirin və cəsarətli olun. Oğlaq, məsuliyyətlər arta bilər. Planlı və diqqətli olmaq çətinlikləri asanlaşdıracaq. Ailənizlə vaxt keçirməyə də çalışın. Məsləhət, iş və şəxsi həyatı tarazlayın. Dolça, yaradıcı fikirləriniz diqqət çəkəcək. Sosial fəaliyyətlər və yeni tanışlıqlar üçün uyğun gündür. Məsələlərinizi paylaşmaqdan çəkinməyin. Balıqlar, duyğusal həssaslıq yüksək olacaq. Özünüzə zaman ayırın, rahatlıq üçün yaradıcı fəaliyyətlərə yönəlin. Meditasiya və sakit mühit sizə yaxşı təsir edəcək. İstəsəniz, bu proqnozları səsli və ya videolu formada da təqdim edə bilərəm.